Qarnın çox ağrıyır. Nəfəs al. Ənvər çoxlu şirniyyat yeyirmiş. Bundan sonra yeməyəcəksən elə? Çıxart, dilini çıxart. Ay sağ ol. Harası ağrıyır? Burası ağrıyır. Ənvərin qarnında sancılar olur, maması deyir. Bir də sidiyə az tez gedir. Gecə diş qıcırdatmaları var, iştahsızlığı var, çoxlu şirniyyat yeyir. İndi müayinələrdən keçirdəcəyik, baxaq görək nəyi var. Sonrası normal, ona bax, bir də şirniyyat yeməsin. 103-də boyudur. Belə fiziki sağlam uşaqdır. Sadəcə hər uşaqda olduğu kimi bu yaşda uşaqların çoxunda var. Yəni düzgün qidalanmamağa bağlı olaraq, yəni bağırsaq mikrobiotası biraz pozulub. Ola bilər paraziti də var. Şirniyyat çox yeyir. Yəni abur-cubur çox yeyir. Bir də bu yaşda uşaqlarda olur ki, onlar oyun oynayarkən, televizor izləyərkən sidiyini, nəcisini saxlayırlar. Bu səbəbdən də sidik yolu infeksiyası ola bilir. Nəcisini saxladığına görə qəbizlik ola bilir. Yəni kaka önü biraz bərk olur, sonrası yumşaq olur. Ona görə analara belə olanda tapşırırıq ki, tez-tez ayaq yoluna aparsınlar uşaqlarını. Psixoloji bir şeydir. Yəni belə indi müayinələrdən keçirəcəyik, analizlərdən falan. Ona uyğun olaraq da müalicəsini yazacağıq. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.